Ata sən huzuruna gəlirəm ya Rəbb. Dua edirəm ya Rəbb, müqəddəs ruhunla dua edirəm. Və müqəddəs ruhunun bu dəqiqədə banda bütün bacı qardaşlarıma toxunuşunu diləyirəm. Ya Rəbb, qoy hər bir kəs ata sənin müqəddəs ruhunun daxilində olduğunu tam əminliklə görə bilsin. Çünki müqəddəs ruhun ənamları var və cismani həyatın ənamları var. Hər birimiz görürük müqəddəs ruh nədir bizim həyatımızda, onun səmərələri nədir bizim həyatımızda. Qoy hər bir kəs ata bu aldığı xeyirdanı öz üzərində görə bilsin, içində, daxilində görə bilsin, qərarlarında görə bilsin. Ya Rəbb, getdiyi yollarda görə bilsin, ya Rəbb. İsa Məsihin ismi ilə ata. Müqəddəs ruhla idarə oluna bilsinlər, ya Rəbb. Ya Rəbb, sənin müqəddəs ruhunun səmərəsi ata. Ya Rəbb, onlara can versin. Qoy bir məsihçi ata özü özünün qatili ola bilsin, ya Rəbb. Özü özünün cərrahı ola bilsin, ya Rəbb. Ya Rəbb, səndən istəyib səndən diləyirəm, ya Rəbb. Çünki sənin kəlamın deyir ki, günaha qarşı artıq siz ölmüsünüz. Ya Rəbb, qoy hər bir kəs, hər bir bacı qardaşım, ya Rəbb, içində də mən olmaqla, bütün ata tamamilə cismani həyatın nəyi varsa bizdə ata, tamamilə onları qatil olub öldürə bilək, ya Rəbb. Ya Rəbb, cərrah olub onları kəsib, doğrayıb ata bilək, ya Rəbb. Qoy ata cismanilikdən gələn toxumlar bizdə baş qaldırmasın. O toxumlar ətrafa, bədənimizin hər bir sahəsinə yayılmasın. Ya Rəbb, ya Rəbb, səndən istəyib səndən diləyirəm, ya Rəbb. Uzat uzun əllərini, ya Rəbb, müqəddəs ruhdan gələn o güc, o qüvvə qoy bizdə. Tamamilə dolu bizi bürüsün. Hər birimiz ata müqəddəs ruhdan ilham alaq, ya Rəbb. İstiqamətlərimizi dəyişə bilək, qərarlarımızı düzgün verə bilək, ya Rəbb. Sənin ata səsini duya bilək, ya Rəbb. Ya Rəbb, sənin kəlamın dedi. Ya Rəbb, vəftiz edin. Vəftiz olun. Qoy müqəddəs ruh hər bir kəsi tamamilə vəftiz etsin, ya Rəbb. Ya Rəbb, tamamilə dünya həyatından, cismani həyatın qoyduğu hər bir qaydalardan onları çirkaba, murdarlığa aparan, ölümə aparan o qapıdan içəri girməsinlər, ya Rəbb. İsa Məsihin ismi ilə. Ata, dua edirəm, ya Rəbb. Dua edib sənin qarşıma gətirirəm, ya Rəbb. Qoy həqiqətdə ata, ya Rəbb, insanların deyil, ya Rəbb, günahın qatili ola bilsinlər, ya Rəbb. Ya Rəbb, ən yaxşı cərrah ola bilsinlər. O cərrah ki, ata, bütün virusları kəsib götürə bilən bir cərrah. Ya Rəbb, məsihçi həyatı elə belə deyil, ya Rəbb. Sən bizi elə belə seçmədin. Sən bizi elə belə qoymadın. Ya Rəbb, sən dedin ki, əgər gözünüz sizi pis yola çəkirsə, o gözü çıxardın və atın. Həqiqətən də ata, qoy biz o cür bir cəllad ola bilək, ya Rəbb. O cür qatil ola bilək, ya Rəbb. O bizi murdarlığa çəkən hər bir cismaniliyi tamamilə kəsib doğrayan. Səndən istəyib səndən diləyirəm, ya Rəbb. Çünki biz günaha qarşı öldük, ya Rəbb. Günah artıq bizdə baş qaldıra bilməz. Biz günahı kəsib doğrayan övladlar olduq, ya Rəbb. İmtina edən övladlar olduq, ya Rəbb. Sənin qarşıma gəlirəm, ya Rəbb. Və dua edirəm, ya Rəbb, cismani həyatın hər bir vəziyyəti qoy bütün bacı qardaşlarımda tamamilə kəsib və doğransın. Özləri kəsməsə heç kim onları kəsə bilməz. Özləri anlamasa heç kim onları o yerdən çıxarda bilməz, ya Rəbb. Sən bizə göstərdin, cismani həyatı da göstərdin, müqəddəs ruhu da göstərdin, ya Rəbb. Öz ənamlarını da bizə göstərdin. Ya Rəbb, qoy hər bir kəs özündə baş qaldıran, içində, düşüncəsində, ağlında baş qaldıran nə varsa onlardan imtina etsin və onları tamamilə yox etməyi bacarsın.
qüdrətli ata, gücə malik olan ata, bizi dəyişdirən ata, bizi müqəddəs ruhu ilə dolduran ata, sənin qarşına gəlirəm. Qoy o ruh, o müqəddəs ruh bizim içimizi, daxilimizi o qədər şaxələndirsin ki, heç bir günahın izi bizim daxilimizdə, düşüncəmizdə, ağlımızda qalmasın. Ya Rəbb, Ya Rəbb, əgər biz bu gündə günah ediriksə, bizim qonşumuzdan, imansız bir qonşumuzdan nə fərqimiz var, Ya Rəbb? Əgər biz bu gündə dəyişilə bilmiriksə, ata, bu gündə cismani həyatın o səmərələri ilə yaşayırıqsa, biz necə müjdə verə bilərik, Ya Rəbb? Sənin huzurun altına gəlirəm, Ya Rəbb. Sənin huzurun altında, Ya Rəbb, dua edirəm. Qoy hər bir kəs artıq o tövbə ruhunu edə bilsin. Qoy artıq tamamilə o vəziyyətdən özünü ayırt edə bilsin. Ya Rəbb, onları kəsib götürmək ağrılıdır, Ya Rəbb. Ancaq sənin müqəddəs ruhun bizə həyat verir, Ya Rəbb. Onları kəsib götürdükcə biz sənin ruhunu genişləndiririk, Ya Rəbb. Ağrı versə də, acı versə də, Ya Rəbb. Qanımızı töksə də, Ya Rəbb, biz ondan azad olmalıyıq, Ya Rəbb. Çünki sən öz canını, öz qanını fəda verdin, Ya Rəbb, o çarmıqda. Bizi rahatlatman üçün. Bizi o cismanilikdən tamamilə qurtarmaq üçün. Bizi o qorxulardan azad etmək üçün. Qoy heç bir vaxta biz artıq, Ya Rəbb, günahın qurbanı olmayaq. Günahla əsla bir əlaqəmiz olmasın. Daimi sənin yollarında yürüyən, daimi səndə şaxələnən, daimi sənin ruhun altında uğurlar, müvəffəqiyyətlər qazanan, gündən günə şaxələnən, üzümüzdə belə sənin o qığılcımların görsənən bir övladlar olaq. Çünki biz varisik, Ya Rəbb. Sən hər şey və hər şeyi bizə bəxş etdin, Ya Rəbb. Biz qoy o varislikdən kənarda qalmayaq, Ya Rəbb. Ya Rəbb, sənin əllərinə verirəm, Ya Rəbb. Sənin huzurun altına gətirərəm bütün bacı qardaşlarımı içində mən olmaq şərti ilə, Ya Rəbb. Və səndən istəyib səndən diləyirəm. Uca qüdrətli atamız, sən gəl ata, gəl ki bütün həyatlarımız tamamilə genişlənə bilsin, Ya Rəbb. Müqəddəs ruh, sən bizə öyrədirsən. Sən bizə istiqamətləri verirsən. Sən bizə yaşamı öyrədirsən. Sənin səmərələrin bizə həyat verir. Sənin səmərələrin bizim üçün həyat verici bir qüvvədir, Ya Rəbb. Gündən günə şaxələnməyimizdir, Ya Rəbb. Minnətdaram sənə. Sənin qarşına gəlirik, Ya Rəbb. Sənin kəlamın dedi. Ruha aparan qüvvələr həyat verir. Günaha aparan isə ölüm verir. Qoy artıq günahdan hər bir kəs ata tamamilə imtina edə bilsin. Qoy artıq fikirlər, düşüncələr dəyişilə bilsin. Qoy artıq hər birimizin əli şəfalı əllərə çevrilsin. Qoy hər birimizin gözləri insanları xilas edən, azad edən güc qüvvəsi olsun, Ya Rəbb. Çünki sən bizi bu dünyada elə belə seçmədin. Biz yerimizdə dayanmaq, günahlar etmək üçün sən bizi seçmədin. Biz toplantılara getmək üçün sən bizi seçmədin, Ya Rəbb. Bu bizim bir həyat tərzimizdir. Ya Rəbb, sən bizi seçdin. Sevdin ki biz sənin bu yer üzərində bütün qayda qanunlarına riayət edək və qələbədən qələbəyə doğru irəliləyək. Hər gün həyat tərzimizdə sənin ənamların olsun. Və hər gün özümüzə sual verək. Biz bugün nələr etdik? Ya Rəbb, Ya Rəbb, sən şükür olsun. Sən izzət olsun, ata. Həyatlarımız qoy sənə şərəf gətirsin. Çünki biz haçan ki müqəddəs ruhla yaşayırıq, o zaman sənə şərəf gətiririk. Halleluya. Ata, oğul,
müqəddəs ruh naminə. Amin, amin, amin.